Tofiq Bəhramov dağılacaq. Qarabağın bugünkü rəqibi sadəcə bir klub deyil, bir mədəniyyətdir, bir məktəb. Son zamanlar istəmədiyi günləri yaşasa da, rəqibimiz keçən il məğlub olduğumuz Ajaxdır. Lakin Qarabağ da xaricilər tərəfindən sistemi ilə təriflənən bir klubdur. Müvəqqəti məşqçi ilə yoluna davam edən Ajax hazırda liqada ən zəif rəqib kimi görünür. Qarabağ bu mövsüm Çempionlar Liqasında ev oyunlarında məğlub olmayıb. Ajax isə 4000 kilometrdən çox məsafə qət eləyərək paytaxtımıza gəlib. Stadiona toplaşacaq 30 mindən çox azarkeş də qələbə üçün öz üstünə düşən performansı eyni futbolçularımız kimi sərgiləyəcək. Turun mərkəzi qarşılaşması isə turnirin finalına layiq olacaq oyundur. Bəzi futbol sevərlər yeni Ronaldo-Messi rəqabətini Haaland və Mbappe'dən yaratmağa çalışır. Hər ikisi də formasının zirvəsindədir və yerli liqalarında bol qollar vuraraq gəlirlər. Real Madrid Santiago Bernabeu'da Çempionlar Liqasında oynadığı son 20 oyunda 18 dəfə fərqlənməyi bacarıb. Bu iki klub son illərdə tez-tez qarşılaşır. Cristiano'nun son dəqiqə qolundan sonra Mourinho'nun meydançada sürüşməsi isə bu cütlüyün ən ikonik anlarındandır. Qurbanov yoxsa Grim, Xabi Alonso yoxsa Guardiola? Fikirləriniz və təxminləriniz isə rəylərdə.